Təyyarə qəzasında insanların həyatını xilas edərək dünyaya vəda etmiş pilotlardan biri Aleksandr Kalyaninov Azərbaycan xalqının qəlbində əbədi qəhrəman olaraq həkk olundu. Bir işi gündə haqqında qəhrəmanlığı üzərindən danışdığımız pilot haqqında yaxınlarının xatirəsində işlək. Heç kəsi yoxdur ki, onların bir anasıdır, bir özüdür. Anasının da heç kəsi yox, yəni yeganə bir uşağı idi. Həmişə salam verəndə Azərbaycan dilində salam, necəsiz, hastayını güləriz. Dəhşətli faciədən geriyə yalnız gənc pilot Aleksandr Kalyaninovdan qalan xoş xatirələr oldu. Elə balacalıqdan bu həyətdə böyüyüb də bizim uşaqlarla böyümüşdü. Çox yaxşı uşaqdır. Onun haqqında yaxşıdan başqa heç nə deyə bilmərik. Onun hesabına nə qədər insan sağ qalıb. Özünü ölüm atıb da bilir. Atası da pilot olan Aleksandrın elə atasının vəfatından sonra aviasiyaya marağı daha da artıb. Amma kim bilərdi ki, bir gün o, Azərbaycan xalqının yaddaşında qəhrəmana çevriləcək. O atası da pilotu da onun. Atası da pilotudur, o da atasının yolunu davam edirdi. O da elə qəzaya uğradı. Hamıya pis təsir edib. Həyətdə də, məhəllədə də. Bütün dünənləri burada adam əlindən yer yox idi. Hamı onun dostu, tanışı idi gələnlər. Onun hörmətinə görə də. Onun yaşadığı ünvan bu günlərdə ziyarətgaha, müqəddəs bir məkana çevrilib. Biz bir yerdə böyümüşük, yəni biraz məndən kiçikdir də, yəni oynamışıq bir yerdə. Yaxşı oğlan olub, həmişə gülərüz, yəni çox tərbiyəli bir uşaqdır. Sadəcə biz onu tanıyırıq deyə, yəni gözümün qabağındaydı da bu insan mənə lap pis təsir elədi bu. Anasını da çox yaxşı tanıyıram. Yəni mən başa düşürəm indi anası nələr hiss eləyir. Yəni insan bir günün ərzində 1000 il qocaldı da. Həyatı yox oldu, yəni doğrudan dəhşətli bir şeydir. İndi yəqin ki, əfsanəyə çevrilmiş pilotun yolunu ən çox gözləyən elə onun anasıdır. Müsahibə verməyə özündə güc tapmasa da, qapını üzümüzə açıb Aleksandrın yaşadığı evi bizə göstərdi. Mənzildəki səssizlik isə sanki qulaq batırırdı. Vurğun Mədətov, Namiq Ağayev, İTV Xəbər.